xəbərləri tirajlamağa. Özünün cəsarəti çatmır, başqası vasitəsilə müsahibədə mənə sual göndərir. Bizim növbəti sualımız deməli Kəramət Böyükgölün sualıdır. Mən bu sualı olduğu kimi oxumaq istəyirəm. Kəramət bəy sual olaraq sizə yazır. Deyir, ay millət, Tural Sadıqlının hakimiyyət haqqında danışdıqları yalandır. Əziz millətim, mən yalan mı danışıram bu oğru hakimiyyət haqqında? Sənə nə düşüb, ay Kəramət? Ən sonuncu isə bir neçə həftə əvvəl hakimiyyətin sifarişi əsasında mənim əleyhimdə yazı yazıb. Bununla hakimiyyətin dalına yaxşı girdi və nəticədə obyektlərlə mükafatlandırıldı. Bax bu yazısıyla, güya mən bunu hər gün debata çağırıram. Gicbulaq, sən kimsən mən səni debata çağırım? Özü də hər gün. Sadəcə bircə dəfə sən başqası vasitəsilə mənə, güya məni səhv çıxardacaq sual göndərirsən, mən də dedim, gəl o sualı özün ver mənə. Nə debat, nə hər gün. Mənim üstümdən niyə xal yığıb hakimiyyətin dalına girməyə çalışırsan? Yazısında boynuna alır ki, özü qorxusundan çıxıb sual verə bilmir mənə. Deyir, mən qəfəsin içindəyəm. Güya mənlə efirdə danışsaydı, bunu asıb kəsəcəkdim. Allah şahiddir ki, mən Azərbaycandan kimsə efirimə çıxıb danışanda ona əvvəlcədən deyirəm ki, sərhədlərini, danışığını bil. Sən Azərbaycanda yaşayırsan, elə danış ki, sonra problem yaşamayasan. Yenə deyirəm, Azərbaycanda başını aşağı salıb, öz işi ilə məşğul olan, pul qazanan, evinə çörək aparan və müxalifətçilik etməyən hər kəsi başa düşürəm. Mən onları qınamıram. Eləcə də əvvəllər müxalifətçilik edib, indi isə susan kəsləri də başa düşürəm. Çünki ölkədə vəziyyət çətindir. Amma valı səssizə almısansa, dürüst insanlara qarşı da qəhbəlik etməyəcəksən. Bax bu Kəramətin etdiyi qəhbəlik kimi. Nəysə, yazısında sonra deyir ki, nə oldu Tural, hakimiyyətin zirvəsi ilə debat şansın var idi. Niyə səsin batmışdı? Hakimiyyətin zirvəsi yox bir təpəsi. Sən artıq yaxşı yapışmısan o təpəsindən. Əvvəla mən heç kəslə debata çıxmamışdım. Hikmət Hacıyev mənim yanıma gəldi və qısa diyaloqumuz alındı. Əgər vicdanın varsa, o diyaloqu Azad Söz kanalından mənim çəkdiyim videodan izlə. Mirşahinin kanalının çəkdiyi və orasını burasını kəsib doğruyub, hakimiyyətin yaltaq səhifələrinin paylaşdığı videodan yox. Bu haqda danışmışam. Əlqərəz, Kəramət ən sonda mənə qarşı etdiyi qəhbəliyinə görə 3 obyektlə mükafatlandırıldı hakimiyyət tərəfindən. Çünki hakimiyyəti nə qədər əlləşsə də sustura bilmədiyi qüvvə mühacirlərdir. Mühacirlərə qarşı kim daş atırsa, o hakimiyyət tərəfindən mükafatlandırılır. Bu işdə də Kəramət kimi qəhbələrdən istifadə edir. Bəli, millət onu qəhbə Kəramət kimi tanımalıdır. Vəssalam. Deyirlər ov ol, ovçu ol, amma o ovu ovçuya aparan it olma.